Bismillahirrahmanirrahim. En birinci, vallahi Allah subhanahu teala buyurur ki وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِسِينَ لَهُ الدِّينَ El-Hunefe. Əl-Əyə. Yəni Allah subhanahu teala bizə əmr edib ki, bu dində ixlasla ona ibadət edək. İxlaslı olaq. Bizdən tələb olunur. Və ixlas vacibdir. Yəni ixlas qardaşlar nədir? Allah üçün. Allah üçün olmalıdır hər şey. Yəni bu nə deməkdir? İxlas olanda necə indi deyirlər, maskadır və s. onlar gedir. İxlas olanda, yəni insan təmiz olur. İxlas təmizlikdir. Çünki Allah bizdən təmizlik istəyib. Təmizlik istəyib. Və özünə münasibətə fikir versəz, deyib vasitə eləmə. Bir dənə o özü icazə verdiyi vasitələrdən başqa. Çünki öz arasından deyib ki, təmiz olun. Həmçinin insanların da bir-birinin arasından istəyib təmiz olsunlar. Ona görə deyib ki, allatma yanındakini. Yanındakini pulla alıb sonra şeyləmə, verməyib, qaçma. Nə bilim, namusuna toxunma, söymə və s. Yəni, bu nədir? İnsanların haqlarını qoruyur. Yəni, Allah subhanətlə nəinki öz haqqından, insanların haqlarından da danışıb, insanların təbəqələrlə bölüb, olan haqlarından danışıb, məsələn, atan kimi, atan haqqından danışıb, ananın, dostun, qonşunun, əqrəbənin, uşağın, hətta heyvan haqlarından danışıb. Hətta heyvanın. Ona görə şəriətimiz, əlhamdülillah, kamildir. Və insan haqları qorunur, tələb edir, hətta heyvan haqları qorumağı tələb edir. Və ən birinci, qardaşlar, ixlas, təmizlik. Yəni, sözündə, əməlində. İkinci, Allah şükür eləmək. Allah şükür eləmək. Çünki Allah subhanahu teala buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əl-Əyə. Yəni, əgər şükür eləsəz siz Allaha, Allah sizə nemətini artırar. Deməli, nemətin artmağı nə ilə bağlıdır? Şükürlə. Və şükürdə, o demək deyil, sən bir dənə dinlə deyirsən, əlhamdülillah. Şükür sənə, ya Rabbi. Hələ deyil. Şükür nə? Şükürdə nə iştirak eləməlidir? Düzdür, deyil. Həmçinin qəlb necə şükürləyir? Etiraf eləyir Allah Taala ona verdiyi nemətləri. Ki, Allahdandır. Bu Allah'a şükürdür. Naşükürlük nədir? Qəlbin fikirləşməyi, etiqad eləməyi ki, etiraf eləmək ki, başqasından gəlib bu. Onda naşükürlükdir. Ona görə şirk ən böyük naşükürlükdir. Şirk. Və ən böyük zülümdür. Ona görə tevhid ən böyük adillikdir və ən böyük düzgünlükdir. Və birinci qəlbinlə şükür eləmək. Yəni Allah Taala sənə verdiyi nemətləri etiraf eləmək, etiqad eləmək ki, Allah Taala sənə verib. Sonra həmçinin şükrün növlərini dinlə tələffüz eləmək. Allah subhanahu teala Allahın nemətindən danış ki, nə? Allah Taala buyurur. Allah subhanahu ayə belədir. فَبِنِعْمَةِ رَبِّكَ فَحَدِّسِ Ayə belə olmalıdır. Əl-Əyə. Yəni Allahın nemətindən danış ki, nə? Və həmçinin şükrün növlərindən həmçinin əməl. Əməl də şükürdür. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem gecə namazı qılanda yorulurdu. Ayşə radiyallahu anh'a deyirdi ki, Ummul müminin. Bəs, ya Rasulallah, Allah subhanahu teala sənin keçmiş gələcək günahları yuyur. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyirdi? Deyirdi, istəməzsən mən şükür edən qullardan olum. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem gecə namazın, ümumiyyətlə, namaz, əməlin şükür adlandırdı. Yəni, namaz şükürdür. İbadətlər hamısı şükürdür. Namaz şükürdür, həc şükürdür, zəkat şükürdür, oruç şükürdür və s. Ona görə sən Allah üçün nə edirsən? Onun bir mənası o şükür əlamətidir. Sən onun dediklərini qulaq asırsan, qəbul edirsən. Ona görə qardaşlar, namaz qılmamaq ən böyük naşükürlükdir. Ən böyük günahlardan biri şirkdən sonra. Çünki namaz qılmamaqla o birisi böyük günahları kəbairi yıxsaq yanına. Məsələn, zinadır, ribadır, sələmçilik, oğurluqdur və s.
adam öldürməyi də haqsız yerə. Nə bilim, o qədər böyük günah var. Kabair. Ən böyüyü namaz qılmamaqdır. Yəni insanlar bəziləri bizdə insanlar bəziləri düzgün başa düşmür bu məsələni. Elə biliblər ki, yaxşı, mənim qəlbim təmizdir. Mən pislik eləmirəm, qutardı. Yəni elə bilir ki, belə kifayətli namaz qılmasan olar. Yəni pislik eləmirəm, heç kəs zülm eləmirəm. Daha bilmir ki, Allah'a qarşı ən böyük zülm eləyir. Çünki Allah'ın dediyini eləmir. Düzgün başa düşməyib. Bu incəliyi tuta bilməyib o. Elə başa düşüb ki, qəlb təmizdir və salam, necə murc edir. Yəni qəlbinlə Allah'ı tanıdın, bəsdir. Aydında əməl olmasa da. Əməli arıblar. Murciələrdir. Lakin hər halda millət başa düşməlidir, cəmaat başa düşməlidir ki, namaz qılmamaq ən böyük günahdır, ən böyük zülmdür, ən böyük saymamazlıqdır, ən böyük ədəbsizlikdir. Allah qarşısında. Ona görə, qardaşlar, ixlas, şükür, şükürün bütün növlərini istifadə eləmək, tətbiq eləmək və həmçinin təbii ki, özümüzə də fikir vermək, ibadətdə ciddi olmaq, xüsusən namazda. Çünki müsəlmanlara fikir versən, hələ namazda nə qədər boşluqlar var. Namazda nə qədər boşluqlar var. Hələ müsəlmanlarda. O ki, qaldı hələm biz başqalarından danışırıq, kafirlərdən. Hətta müsəlmanların içində elə müsəlmanlar, cahil müsəlmanlar nə qədər var. Hətta görsən, adam var, həcdə görsənir. Adam var, məsələn, tutaq ki, ömrü boyu ibadət eləyib, məsələn, 80 yaşı var, deyirsən, Fatihanı oxu, görsən, səhv oxuyur Fatihəni. Heç bilmir. Adi bir dənə namazı səhv eləyəndə o səhvi necə boşluğu doldurmaq. Subhanallah. Yəni, bunu göstərir savadsızlıqdır. Elm. Bu ibadət elm üzərində olmalıdır. Hər bir şey savad üzərində olmalıdır. Onda o ibadət düzgün olur və savablı olur və nəticəsi də olur. Aydındır, bunlar hamısı elm üzərində olmalıdır, qardaşlar. Ona görə biz çalışmalıyıq, bax, yine qardaşlar var, elhamda bilən qardaşlar. Bizdə alim yoxdur, lakin bilən qardaşlar var. Onlarla sıx əlaqədə, salamat qardaşlarla sıx əlaqədə olun, zəngiləyin, soruşun. Ola bilər telefonda cavab verin, WhatsApp, ola bilər internetlə. Axırı ola bilər. Ola bilər məsələn kimsə telefonu götürməsin, ola bilər lazım deyil incimək. Yeni əlaqə saxla. Yeni əlaqə saxla. Elhamdülillah bu cür münasibət qurmaq olsa, bu cür istiqamətdə getsən, elhamdülillah salamat qalacaqsan. Əsas da nədir bizə? Salamat qalaq, azmayaq. Əsas budur. Həm dinimizdə, həm bu mənhəcdə. Həm bu mənhəcdə. Çünki hətta sələflər dua eləyirdi ki, şükrü bilmirdilər. İkisindən hansına daha çox eləsinlər. Birin, ya Allah Taala mənə müsəlman edim, ona görə şükürləyim, yoxsa Allah Taala mənə xavariclərdə eləmədə ona şükürləyim. Ona görə həm din, həm mənhəc mühümdür, hər ikisi. Və Allahdan da dua eləyirik ki, Allah Taala bizi sabit eləsin. Amin. Və Allah müsəlmanlara kömək olsun. Və selamu aleykum və rəhmətullah və bərəkatuhu. Aleyküm selam və rəhmətullah və bərəkatuhu. Söylədi rahat.